Ən sevdiyin film və oyun qəhrəmanlarının çoxunun 3D modelləşdirmə vasitəsilə hazırlandığını bilirdinmi? Bu işlə məşğul olan şəxs rəqəmsal incəsənətin ən maraqlı peşələrindən biri olan 3D modellerdir. 3D modelle kimdir və nə iş görür? O bir növ rəqəmsal heykəltaraşdır. Necə ki, ənənəvi sənətkar gil və ya daşdan fiqur düzəldir, 3D modellərdə virtual dünyada obyektlər və personajlar yaradır. O, ideya və eskizləri kompüterdə 3D modellərə çevirir. Bu modellər daha sonra filmlərdə, video oyunlarında və reklam çarxlarında istifadə olunur. Onun sayəsində biz ekranda binaları, heyvanları və fantastik varlıqları real və detallı şəkildə görə bilirik. 3D modeller işində Blender, Maya, 3D Max kimi xüsusi proqramlardan istifadə edir. Bu proqramlarla obyektiv formasını yaradır, ən kiçik detalları işləyir, teksturu əlavə edir və düzgün işıqlandırma qurur. 3D modellər əsasən kino və oyun sənayesində, memarlıq vizuallaşdırılmasında, sənaye dizaynında və reklam sahəsində çalışır. 3D modelləşdirilmə sənə xəyalındakı varlıqları və yerləri virtual dünyada yaratmağa imkan verir.